Salam şagirdlər, hər vaxtınız xeyir. Həndəsənin əsas anlayışlarına baxırıq 9-cu sinif dim kitabından. Bir AB parçası 12 cm-dir. CB 4-dürsə AC-ni tapın. 12-dən 4-ünü çıxırıq, qalır 8. AOB bucağı 160 dərəcədir. AOC bura 90 dərəcə olarsa deyir. Ümuminin də 160 olması üçün bura 70 olmalıdır. COB 70-dir. C bucağı yenə bura 90-dır. Ümuminin 170 olması üçün bura 80 olmalıdır. O da D variantında C oldu. CN K bucağını tapın. Bura 90-dır. 90-ın üstünə 30 gələndə 120. M N bucağı 90 üstə gəlsin 60, 150. Nöqtələrdən neçəsi A düz xəttinə aid deyil? 1, 2, 3, 4. 4 dənəsi. Dərəcə ölçüləri verilmiş bucaqlardan hansılar qonşu bucaqlar ola bilər? Qonşu bucaq olması üçün bunların cəmi 180 dərəcə olmalıdır. A variantı elə ödəyir. Qalanlar 150-dir. Burada 220-dir, 170-dir, 182-dir. AOB açıq bucaqdır. Bucaq AOC, yəni bu bucaq bərabərdir COD-yə, o da bərabərdir DOB-yə. Burada 3 dənə bir-birinə bərabər bucaqlar alınır. Bunların da cəmi 180-dirsə, 180-i 3-ə bölürük, birinə 60 dərəcə düşür. 60, 60, 60. Bizdən də COD-ni soruşur, o da 60 dərəcə. AOB açıq bucaqdır. AOC bucağı bərabərdir COD bucağına. Buradan bura bərabərdir. Əgər bura 90-dırsa, bu ikisi də bir yerdə 90 olmalıdır. 2 alfamız 90-dırsa, 1 alfamız 45 dərəcədir. Deməli, bura 45-45-dir. COB-ni soruşur. Yəni, 45 üstə gəlsin 90, 135. OC şüası AOB-nin tənbölənidir. AOB bucağının 30-dursa, tənbölən olduğundan bucaqlar bir-birinə bərabərdir. AOB-miz 60 dərəcə. OC şüası AOB-nin tənbölənidir. Tənbölən yarıya bölür. Bu da 25-25. Ümumini soruşur 50 dərəcə. AC 7 cm-dir. CB də 4-dürsə AB-miz 11. M parçası N parçasından 3 dəfə kiçikdir. Bura x desəm, burada 3x-dir. Deyir ki, N 24-dürsə, 24-dən 3 dəfə kiçik, onda bura 8 imiş. MN-i soruşur, ümumi uzunluğunu 32. AC parçası CB parçasından 3 dəfə kiçikdir. AC-miz 5-dirsə, 5 nədən 3 dəfə kiçikdir? Burada 15 imiş, AB ümumilikdə 20. Fərqi 30 olan qonşu bucaqları tapın. Gəlin quraq. Alfa minus beta bərabərdir 30-a, alfa plus beta da bərabərdir 180-ə. Tərəf-tərəfə toplasam 2 alfa 210 eləyir, onda alfa 105 dərəcəymiş. Digərinə də betaya da qalır 75 dərəcə. Və yaxud da ki, düstursuz variantlardan işləyə bilərik. 16-nı gəlin elə işləyək. Fərqi 50 olsun, cəmi də 180 olsun. Bu da elə A variantındadır. Toplayırıq 180, çıxırıq 50 dərəcə. 17-ni də eyni qaydadan eləyək. Fərqi 80 olsun, cəmi də 180 eləyən B variantı. 18-də AB CD-yə paraleldir. MN kəsəndi. Alfa bucağı 70 dərəcədirsə, onda betada kör bucaq olduğundan cəmləri 180 olmalıdır. Bizə qalır 110 dərəcə. A ilə B kəsir. Ümumiyyətcə yadınızda saxlayın ki, bax, bu belə iki düz xəttin 3-cü düz xəttlə kəsişməsindən alınan bucaqlardır. Biri kör bucaqdırsa, digəri iti bucaq olmalıdır və bunların cəmi bizə 180 verməlidir. İndi burada betamız 130-dursa, alfa iti bucaq olmalıdır və cəmləri 180 verməlidir. Onda qalır 50. Qonşu bucaqlardan biri digərindən 9 dəfə böyük olarsa, deməli biri x-dir, biri 9x-dir. Toplayırıq 10x eləyir 180, çünki qonşu bucaqların cəmi 180 olmalıdır. 10x 180 isə x-i də tapanda 180-i 10-a bölürük, 18 eləyir. Biri 18-dir, biri də 9 vurulsun. 18, 162 eləyir. 18, 162 B variantı. 21-də qonşu bucaqlardan biri digərindən 8 dəfə kiçikdir. Birinə x deyirəmsə, digəri 8x-dir. Qonşu bucaq olduğu üçün cəmi 180 dərəcə olmalıdır. 9x 180-dir. X-i tapanda 189-a bölür 20, digəri də 20-ni vuruq 8-ə 160. 20, 160. Uyğun tərəfləri perpendikulyar olan iki bucaqdan biri digərindən 17 dəfə kiçikdir.
Yenə uyğun tərəfləri perpendikulyar olan bucaqlar ya bir-birinə bərabərdir, ya da ki, cəmi 180 dərəcəyə bərabərdir. İndi biri digərindən 17 dəfə kiçikdirsə, bunlar bir-birinə bərabər ola bilməzlər. Deməli, cəmləri 180 dərəcədir. Biri x-dir, biri 17. X-dir bərabərdir 180-ə. 18x bərabərdir 180 dərəcəyə. X də eləyir buradan 10 dərəcə. Biri 10-dur, biri də 170-dir. Kiçiyi soruşur 10. Uyğun tərəfləri perpendikulyar olan iki bucaqdan biri digərindən 14 dəfə böyükdür. Birinə x deyirəm. Digərinə 14x bərabərdir 180 dərəcəyə. 15x bərabərdir 180 dərəcə. X-i tapanda 180-i bölürük 15 edir 12 dərəcə. Kiçik bucağımız 12 dərəcədir. 24-də bu üçünün cəmi bir yerdə 180 dərəcə olmalıdır. Yəni alfa üstə gəlsin beta, üstə gəlsin qamma bərabər 180 dərəcə. İndi deyir ki, alfa ilə qammanın cəmi ilə betanı verir. Deməli, alfa üstə gəlsin qamma yerində bir dənə beta yazıram, üstə gəlsin bir dənə də beta 180-dir. 2 beta 180 isə betamız 90 dərəcədir. Beta 90 elə məndən də onu soruşur. Eyni sual. Alfa üstə gəlinsin betanın yerində 2 dənə qamma yazıram. Burada da bir dənə qamma var. Deməli, 3 dənə qamma 180-dirsə, qammaya düşür 60 dərəcə. Bizdən də qammanı soruşur 60. ABC düz bucaqdır. Alfa ilə betanın fərqi 10-dur. Onda cəmləri də 90 dərəcə verməlidir bizə. Sistem tənlikdən həll edirik. Tərəf-tərəfə toplayaq. Betalar getdi. 2 alfa toplayırıq 100 dərəcə. Onda alfa 50 dərəcə edir. Yenə alfa minus beta 30-dur. Alfa plus beta da 90 dərəcədir. Tərəf-tərəfə toplayıram. Beta ilə gedir. 2 alfamız 120 dərəcədir. Alfa da 60 dərəcədir. Deyir, bucaq 2 137 dərəcə olarsa, qonşu bucaq olduğundan bucaq 1-i tapmaq üçün 180-dən 137-ni çıxırıq, qalır 43 dərəcə. Bucaq 1 43-dürsə, eyni şeydir. Bucaq 2 də 137 dərəcədir. İndi burada 1 ilə 3 qarşılıqlı bucaqdır, 2 ilə də 4 qarşılıqlıdır. Deyir 1, 4 və 2. Bu üçü bir yerdə 300 dərəcədir. Mən 3-cünün üstünə gəlsəm tam bucaq alınır 360 dərəcə. Deməli 3-cü bucaqda 60 dərəcədir ki, bunlar toplayanda 360 edir. Eyni qaydada 1, 2, 3-ü toplayanda 250 edir. Üstünə də 4-ü gələndə 360 olmalıdır. 360-dan çıxırıq 250-ni, 110 dərəcə. AOC bura 25 dərəcədir. COB də 30 dərəcədirsə, ümumi 55 dərəcə. AOC 15 dərəcə budur. COB də 20 dərəcədir. Ümumi 35 dərəcə. A1 parçası 5 bərabər hissəyə bölünmüşdür. Hamısına K deyək. M-dən B-yə qədər 4K-dır. A-dan da N-ə qədər 2 dənə K-dır. 4K-nı da 2K-ya böləndə cavab 2. Yenə 5 bərabər hissəyə bölmüşdür. M-dən F-ə qədər 1, 2, 3 hissədir. N-dən E-yə qədər də 1 hissədir. 3-ü də 1-ə böləndə 3. A və B düz xətləri M nöqtəsində kəsişir. Deyir, alfa çıxaq betanı tapın. Alfa bu 30-un qonşusudur, yəni 150 dərəcə olmalıdır. Beta da 30-dan qarşılıqlıdır, 30 dərəcə olmalıdır. Alfa çıxılsın beta 150-dən 30-u çıxanda 120. 37-də yenə alfa 50-nin qonşusu 130 dərəcədir. Beta da 50-nin qarşılıqlı bucağı 50 dərəcədir. 130-dan 50-ni çıxanda 80 dərəcədir. BD şüası ABC düz bucağından onun 18-də 5 hissəsini təşkil edən ABD bucağını ayırır. Bu da bir dənə çəkək. ABC düz bucağıdır. BD şüasını çəkirəm. Düz bucağın 18-də 5 hissəsi. 90-ı vururuq 18-də 5-ə. 90-ı 18-ə böləndə 5 dəfə düşür. 5-i də 5-ə vuranda 25. Deməli, buradakı bucaq 25 dərəcədir. Cəminin 90 olması üçün də 90-dan 25-ini çıxanda qalır 65 dərəcədə bura olmalıdır. D, B-sını soruşur 65. 39 da eyni sualdır. Deyir ki, NO şüası MNK açıq bucağından deyir. Yox, burada. Düz bucaq demir. Açıq bucağı çəkək burada. MNK açıq bucaqdır. Buradan bir dənə NO şüası çəkib belə. Açıq bucağın 18-də 5 hissəsi. 180-i vururuq 15-də 8 hissəsi. 180-i 15-ə böləndə düşür 12.
12-ni də 8-ə vuranda 96. Deməli, buradakı bu bucaq, daha doğrusu bu biri tərəfdəki bucaq 96 dərəcədir. Bizdən də KNO bucağını soruşur. 180-dən 96-sını çıxırıq. Eləyir 84 dərəcədə buradakı bucaqdır. MNO bucağını soruşur. İndi mən yerlərini səhv yazmışam. Əslində K-nı bu tərəfdə yazmalıydım. M bu tərəfdə, yəni 84. Bu da A variantı. Deyir, uyğun tərəfləri paralel olan iki bucaqdan biri 50-dirsə, ya bu bucaqlar bir-birinə bərabər olmalıdır, ya da ki, qonşu bucaqlar olmalıdır, cəmi 180 olmalıdır. Yəni 50 də ola bilər, 130 da ola bilər. Uyğun tərəfləri perpendikulyar olan iki bucaq da ya qarşılıqlı bucaqdılar, ya eyni adlıdır, ya da müxtəlif adlıdır. Eyni adlıdırsa 150 olmalıdır, müxtəlifdirsə cəmi 180 olmalıdır, 30 olmalıdır. COB bucaq. Bura 90-dır. COB-ni tapmaq üçün 90-dan 140-ı toplayıram, 130 eləyir. Çıxılsın AOC bucağında tapmaq üçün 180-dən 130-unu çıxıram, 50 qalır. Bunların da fərqi 80 eləyir. COB yenə 90-dan 55 dərəcəni toplayıram, 145 dərəcə. AOC-ni tapmaq üçün də 180-dən 145-ini çıxıram, 35 dərəcə qalır. 145-dən də 135-ini çıxanda 110 dərəcə. AB paralel düz xətlərdir. Beta 2 alfa olarsa, beta ilə alfanın cəmi birinci daxili bir tərəfli olduğu üçün 180 olmalıdır. Betanın yerinə 2 dənə alfa yazıram. Toplayırıq 3 alfa 180 isə alfa 60 dərəcədir. Alfanı soruşur, o da 60. AB bir-birinə paralel düz xətlərdir. Betanın yerinə 5 dənə alfa yaz. Bunların cəmi alfa üstəyənsin beta 180 dərəcə olmalıdır. Betanın yerinə 5 dənə alfa yazıram. 5 alfa plus alfa 180-dir. 6 alfa 180 isə alfamız 30 eləyir. BOD bucağı, buna alfa yazsam deyir COD-yə bərabər. Bu da alfadır. Sonra deyir COB. Ümumi bu 120-dirsə alfaya 60 düşür, 60-60. AOD-ni tapın. 60-60, 120 edir. Onda bu tərəfdə 60 edir. 180 olması üçün AOD-miz də 120 dərəcə. CBD bucağı ABD bucağından 3 dəfə kiçikdir. Deməli, bu x-dır. Bu da 3x-dir. ABC 80 dərəcə olarsa, ABC ümumi 4x bərabərdir 80-ə. X denir 20 dərəcə. Deməli, bura 20-dir. Burada 60-dır. CBD-ni soruşur 20 dərəcə. ABD bucağı CBD bucağından 6 dəfə böyükdür. Bura x-dırsa, onda bura 6x-dir. İndi deyir ABC ümumi 7x-imiz 140 dərəcədirsə, x-a qalır 140-ı 7-yə böləndə 20 dərəcə. Bura 20 dərəcədir, burada 120 dərəcədir. Bizdən CBD-ni soruşur, yəni 20 dərəcəni. ABM bura bərabərdir MB-nə bura, o da NBC-yə bərabərdir. Bunların üçü də bir-birinə bərabərdir və 18 dərəcədir. Yəqin ki, ABC bucağını soruşur, 18-i 3-ə vururuq, 54 dərəcə. Uyğun tərəfləri paralel olan iki bucağın fərqi 18 dərəcədirsə, deməli bunların cəmi də 180 dərəcəymiş, 180 dərəcə. Tərəf-tərəfə toplayıram, 2 dənə alfamız 198 dərəcə eləyir. Onda alfaya 99 dərəcə qalır. Məndən nəyi soruşur? Böyük bucağı. Beta da bərabərdir. 180-dən 99-unu çıxıram. 81 dərəcə də budur. Böyüyünü soruşur, o da 99 dərəcə. 51-dən alfa plus beta cəmini soruşur. Bu ümumi açıq bucaq olduğuna görə. Alfa plus 10 dərəcə üstəyənsin beta plus 20 dərəcə bərabərdir 180-ə. 10-dan 20 bizə 30-u verir. Alfa plus beta bərabərdir 180-dən 30-unu çıxıram. Cavab verir 150 dərəcə. 155 dərəcəli bucağın tərəfləri arasından keçən şua, onun dərəcə ölçülərinin fərqi 15 dərəcə olan iki bucağa ayırır. Böyük bucağın dərəcə ölçüsünü tapın. Gəlin çəkmədən belə həll eləyək. Birinə alfa desəm, o biri bundan 15 vahid fərqlənir. Ona da alfa plus 15 deməliyəm. Bu iki bucağın cəmi də 155 dərəcədir. Buradan 2 dənə alfa bərabərdir. 15-i bu bir tərəfə keçirəndə 155-dən 15-ni çıxırıq, 140 qalır. Onda alfamız 70 dərəcəymiş. Biri 70-dirsə, digəri də alfa plus 15, yəni 85 dərəcədir. Toplayanda həqiqətən də 155-i deyilir. Böyüyü soruşur, o da 85.
120 dərəcəli bucağın tərəfləri arasından keçən şüa onu 1-in 2 nisbətində, bax 120 dərəcəli bir bucaqdır. Belə. Biri K'dır, biri də 2K'dır. Toplayıram ümumi 3 dənə K eləyir, bərabərdir 120 olmalıdır. 120-ni də 3-ə böləndə K'mız 40 eləyir. Deməli, biri 40-dır, biri də 80-dir. Böyüyünü soruşur, 80. AC parçasının uzunluğu AB parçasının uzunluğunun 20%'dir. AB'miz 25'dirsə, AC'ni tapmaq üçün 20%. 25'in 20%'ni tapırıq. Bölünsün 100. Yəni 5'də 1 hissəsi 25'də 5'ə böləndə AC'yə düşür 5. 25'in 5'i buradadırsa, digərinə qalır 20. AC parçasının uzunluğu SB parçasının 25%'ni təşkil edir. SB 16'dırsa, 16'nın 25%'ni tapırıq. 25'dən 100 ixtisar eləyək. 4 burada, 1 burada 4 eləyir. Deməli, AC'miz 4'dür. Bu da 16'dır. Ümumi parçanın uzunluğu 20 cm. Bucağın tərəfləri arasından keçən şüa onu kiçiyinin dərəcə ölçüsü 12 dərəcə olan iki bucağa ayırır. Və bu, verilən bucağın 17'də 3 hissəsidir. Deməli, 12 nəyinsə 17'də 3 hissəsidir. Ona görə 12'ni bölürük 17'də 3'ə. Bu da bərabərdir. 12 vuraq tərsi. 3'də 17. 1, 4 dəfə burada. 17'ni də 4'ə vuranda 68 eləyir. Bucağın dərəcə ölçüsü 68 imiş. Bucağın tərəfləri arasından keçən şüa onu kiçiyinin dərəcə ölçüsü 24 dərəcə olan iki bucağa ayırır və bu verilən bucağın 13'də 6 hissəsinə bərabər. Deməli 24 nəyəsə 13'də 6 hissəsidir. Ona görə 24'ü bölürük 13'də 6'ya bərabərdir. 24 vuruq tərsinə 6'da 13'ə. İxtisar gedir 1 burada 4 burada. 13'ü də 4'ə vuranda 52 eləyir. Bucağın dərəcə ölçüsü 52 imiş. A, B, C, D, F, Y düz xətləri o nöqtəsinə kəsişir. F, O-dur. Bucağı 60 dərəcədir. C, O, E bucağından. D, O, B bucağını. Buranı çıxanda 10 dərəcə alır. Baxın, F, O, D ilə bu qarşılıqlı bucaq olduğundan burada 60 dərəcədir. 60'dan nəyi çıxsam 10 dərəcə qalar. Deməli, bura 50 imiş ki, bunu çıxanda 10 dərəcə qalır. A, O, F-nı da tapmaq üçün bura 50'dirsə, bura da 50 olur. Bu da ümumi 180 olmalıdır. Bu 3 bucaq bir yerdə. 60'dan 50, 110 eləyir. Onda burada 70 qalır ki, ümumi bir yerdə 180 olsunlar. Sonra ABC açıq bucaqdır. BM şüası AB'nin tən bölənidir. Yəni burada alfadır, burada alfadır. CBK 30 dərəcədir. KBN burada 50 dərəcədir. İndi bura ümumi 80'dirsə, bu biri tərəfə 100 dərəcə qalır. Ümumi 100'dür. 100'ün də yarısı alfaya 50 dərəcə düşür. ABM-i soruşur 50 dərəcə. D1 D2'yə paraleldir. C2'ni tapın. Gəlin bunu düstursuz sizə deyim. Baxın, bunu belə uzatdıq. Tutaq ki, heç düstur bilmirsiniz. Bu da belə. Uyğun bucaq olduğundan bura 100'dürsə, burada 100 olur. Heç buranı tapmayım. Bir tərəfli bucaq olaraq bura 80'dir. 80'in qarşısı burada 80 olur. Buradakı 3 bucağın daxili bucağı 80'dir, 40'dır. Həmin 3 bucağın xarici bucağını tapmaq üçün 80'dən 40'ı toplayıram, eləyir 120 dərəcə. Uzunluğu alınan parça 4 bərabər hissəyə bölünmüşdür. Birinci və dördüncü hissələrin orta nöqtələri arasındakı məsafəni tapın. Bunun düsturu belədir ki, birinci A-nı 4 yerə bölüb, hansı hissə deyir? Həmin hissələrin də fərqi 4 çıxılsın birinci hissə. Bu da 3A bölünsün 4 eləyir. Uzunluğu alınan parça 4 bərabər hissəyə bölünüb, yenə A bölünsün 4 yazırıq. Üçüncü və birinci 3'dən çıxırıq 1'i. Bu da 2A bölünsün 4 eləyir. İxtisar gedir 2 burada 1 burada. A bölünsün 2. A bölünsün 2 hardadır? C. Birinci bucaqdan üçüncü bucağın cəmi 240 dərəcədir. Bunlar qarşılıqlı bucaq olduğundan bir-birinə bərabərdir. 280'in yarısı hərəsinə 140 dərəcə düşür. İndi bucaq 2-də 140'ın qonşusu eləyir 40 dərəcə. Alfa və beta qonşu bucaqlardır. Deməli, alfa ilə betanın cəmi 180 dərəcəyə bərabər. Gətirib alfanın yerində 3 dənə beta yazıram. 3 betanın üstünə beta. 4 dənə beta 180 dərəcədir. 180'i 4'ə böləndə beta da 45 dərəcə eləyir. İndi alfa da bərabərdir. 45'i 3'ə vururuq. 135 dərəcə. 135'dən də 45'ini çıxanda 90 dərəcə.
65-dən buranı silək. A və B düz xətləri M nöqtəsində kəsişir. Bunlar qarşılıqlı bucaq olduğundan alfa plus 10 dərəcə bərabər olmalıdır beta üstə yensin 20 dərəcəyə. Bir tərəfə yıxsam alfa minus beta bərabərdir 20-dən 10-nu çıxırıq 10 dərəcə. Bizdən elə onsuz. Düz xətt üzərində müəyyən sayda nöqtələr qeyd olunub. Diaqrama əsasən M plus M minus K-nı tapın. İndi deyir ki, düz xəttin üzərində n sayda nöqtə qoyub 10 dənə şua alınıb. Bilirik ki, nöqtənin sayı n olanda şuaların sayı düsturu 2n idi. İndi 10 olması üçün deməli n olmalıdır 5. 5 2-yə vuranda 10 eləyər. Sonra 20 dənə şua alınması üçün 10 dənə nöqtə olmalıdır. 4 dənə şua alınması üçün də 2 dənə nöqtə olmalıdır. N-lə n-i toplayıram 15, 15-dən də 2-sini çıxıram 13. Sonra deyir, bar qrafda bucaqların növləri verilmişdir. Bu üçünün cəmi 310 dərəcə olarsa, qammanın ən kiçik tam qiymətini tapın. Beta'ya baxıram ki, beta'ya 90 dərəcə verib. İndi bu üçünün cəmini 310 verib. Burada qammanın ən kiçik qiymət alması üçün bu birisi alfa ən böyük olmalıdır. Alfa da deyir iti bucaqdır. 90-dan kiçikdir. 90-dan kiçik ən böyük tam qiymət 89 verə bilərəm alfaya. 90 ilə 89-un cəmi 179 eləyir. Üçünün cəmi bir yerdə 310 olmalıdır. 310-dan da 179-unu çıxıram, qalır 131 dərəcə qammaya. Bura baxaq. AC parçası, AC parçası, CD parçasından 3 dəfə uzundur. Bura x-dir, burada 3x. B nöqtəsi AD parçasının orta nöqtəsi olarsa, deməli AD ümumi 4x-dir. Onda buradan bura qədər 2x-dir, buradan bura qədər də 2x-dir. BC-yə onda qalır x, burada x qalır, yazmışıq. Deyək ki, indi BC x-dir, AD də ümumi 4x-dir. X-in 4x-ə nisbəti 1-in 4-ə nisbətidir. AC parçası CD parçasından 3 dəfə uzundur, eyni 3x. Sonra B nöqtəsi AD parçasının orta nöqtəsidirsə, deməli buradan bura qədər 2x-dir. Buradan bura qədər də 2x idi, bayaqki qayda ilə. İndi BC-miz x-dir, AC də nə qədərdir? 3x-dir. 3x-ə nisbəti 1-in 3-ə nisbət olur. Daha sonra AB parçası BC parçasından 3 dəfə x bura yazıram, 3x də bura yazıram. BC parçası isə CD parçasından 4 dəfə uzundur. Onda burada x bölünsün 4 yazım. Və yaxud da gəlin tam ədədlərlə yazıb, belə yaxşı çıxmayacaq. Ən birinci CD. Baxın, deyir, CD parçası BC parçası CD parçasından 4 dəfə uzundur. CD-yi x desəm, onda BC 4x olur. İndi deyir, AB də BC-dən 3 dəfə uzundur. BC-ni 3-ə vuranda deməli, AB də 12x. İndi BC-nin, yəni 4x-in AD parçası da ümumi hamısını toplayıram. 17-yə, 4-ün 17-yə. BC parçası CD parçasından 3 dəfə, AB parçası isə BC parçasından 2 dəfə uzundur. Birinci BC, AD, BC parçası CD-dən 3 dəfə. Bura x yazıram. BC-də olur 3x. İndi AB də BC-dən 2 dəfə uzundur. 2-yə vururam 6x. BC parçası 3x-dir. AD parçası da 10. 3-ün 10-a nisbəti. Şəkildə A paraleldir B. B, A, K bucağı 150 dərəcədir. BC isə BC, A, B, D bucağının tənböləni. Deməli, burada alfadır, burada alfadır. Bura alfa olduğundan çarpazı bucaq olaraq burada alfadır. Baxın, indi buradakı bu 150, bu daxildəki 3 bucağın xarici bucağıdır. Xarici bucağı tapmaq üçün ona qonşu olmayan 2 dənə daxili bucağın cəmini toplayırdıq. Yəni, alfa plus alfa bərabərdir 150 dərəcəyə, 150-ni 2-yə bölürəm alfanı tapmaq üçün. Bu deyir 75 dərəcə. Bizdən haran soruşur? B, C, M bucağını. Buraya 75 yazıram. 75-in qonşusu da 105 dərəcə. Burada gəlin, bu üçünü tərəf-tərəfə toplasam, 3 dənə x alınır, çıxaq alfa, çıxaq beta, çıxaq qamma yaranır. Bu tərəfləri toplayanda 330 enir. İndi 3x minus çıxaq, mötərizənin qarşısına çıxarsam, alfa plus beta plus qamma yaza bilərəm bu formada, 330. Buradan x bucağı da bu daxildəki 3 bucağın cəminə bərabər alfa plus beta plus qamma. Deməli, mən alfa plus beta plus qammanın yerinə bir dənə x yaza bilərəm. 3x-dən bir dənə x-ini çıxanda qalır 2 dənə x bərabərdir 330-a. X də bərabərdir 165-ə.
Bizdən də elə x bucağını soruşur. OK şüası AOB-nin tənböləni. Deməli, 3x plus 7 bərabərdir 32 çıxılsın 2x-a. X-lar bir tərəfə yığım. 2x bu tərəfə keçəndə toplam olacaq 5x bərabərdir. Bu tərəfə də keçəndə 32-dən 7-sini çıxırıq 25. X-i də tapmaq üçün 25-i 5-ə bölüyük 5 eləyir. Gətirim yerinə qoyum. 3 vuraq 5, 15. 15-in üstünə 7 gələndə eləyir 22. 22-nin də 2 dənədir. Toplayıram eləyir AOB bucağı 44 dərəcə. Eyni qaydada yenə tənböləndirsə bu bucaqlar bir-birinə bərabərdir. 2x plus 25 bərabərdir 5x minus 23 dərəcə. 2x-i bu tərəfə keçirəndə 5x-dən 2x-ni çıxıram 3x eləyir. 23 də bu tərəfə keçəndə 25-dən toplanır 48 dərəcə. X-i də tapanda 48-i 3-ə bölünür 16 dərəcə. Gətirim yerinə qoyum. 16-nı 2-yə vuranda 32 eləyir. 32-nin üstünə 25 gəlir. 57 dərəcə, bu da 57 dərəcə, 57-ni də 2-yə vuranda 114 dərəcə. Deyir, bucağa qonşu olan iki bucağın cəmi. Bunu belə çəkim. Baxın, bu bucaqdır tutaq ki, buna qonşu olan bucaq bir budur, bir də budur. Deməli, bucağa qonşu olan bucaqların dərəcə ölçüləri bir-birinə bərabərdir. Yəni, qarşılıqlı bucaqlardır. İkisinin cəmi 250-dirsə, birini tapanda 250-ni 2-yə bölüm, 125 dərəcə eləyir. İndi məndən bu verilən bucağı soruşur. Bura 125, içində iti bucağa kör bucaq düşdü şəkildə. 125-in qonşusu da eləyir. 180-dən 125-ini çıxırıq. 55 dərəcə. Deyir, düz xətt üzərində neçə müxtəlif şüa var. Baxın, şüanın biri 1, sonra bu tərəfə 2, A-dan 2 dənə şüa çıxır. Gəldik B-dən 1, 2. Ümumi deyilir 4 dənə şüa. Yəni A-dan 2-si çıxır, B-dən də 2-si. Sonra biri digərinin yarısına bərabər olan iki bucağının fərqi 33 dərəcə olarsa, bu bucaqların cəminin dərəcə ölçüsünü tapın. Biri x-dirsə, digəri də bunun yarısı. Gəlin belə götürüm. Buna 2x götürüm, digərini də x-i götürüm. Biri digərinin yarısına bərabər olan iki bucağın fərqi bərabərdir 33-ə. Deməli, buradan x da alınır ki, 33-dür. Digəri də 2-yə vuranda 66-dır. Bu bucaqların cəmini soruşur, toplayırıq 99. M nöqtəsi AB parçasının orta nöqtəsi. Deməli, buradan bura qədər məsafə, buradan bura qədər məsafəyə bərabərdir. NB bura 14-dür və AN də 2-dir. Onda ümumi 16 eləyir. Onda MB də 16-dır. Məndən MN soruşur. Bir dəqiqə səhv yazdım. M nöqtəsi AB parçasının orta nöqtəsidir. NB, buranı deyir ki 14-dür. AN də 2-dir. Onda ümumi parçanın uzunluğu 16-dır. 16-ın yarısı 8, 8 düşür. İndi 8-i buradadırsa MN parçasına 6 qalacaqmı? Məndən də elə MN soruşur da 6. A paraleldir B olarsa x-in dərəcə ölçüsü deməli, burada yadınızda saxlayın ki, bu formada olanda sağ tərəfə baxanların cəmi sol tərəfə baxanların cəminə bərabərdir. Yəni ki, x plus 43 bərabərdir 70-ə. Buradan da x-i tapmaq üçün 70-dən 43-ünü çıxırıq 27 dərəcə. 81 uyğun tərəfləri perpendikular olan bucaqlardır. Burada alfa ilə beta hər ikisi iti bucaq olduğuna görə eyni adlı bucaqlardır. Yəni dərəcə ölçüləri bir-birinə bərabərdir. İkisinin cəmi 60-dırsa birinə 30 qalır. Deməli alfa da bərabərdir 30-a, beta da bərabərdir 30-a. X haradır? İndi bura 90-dır. Alfa da 30-dırsa betanı tapmaq üçün 90-dan 30-u çıxıram, qalır 60. Yəni daxili bucaqların cəmi 180 olmasına əsasən. 60-dan 30-una çıxanda cavab 30 dərəcə. Eyni qaydada yenə alfa ilə betanın cəmi 100-dürsə birinə 50 dərəcə qalır. Üçbucağın daxili bucaqların cəmi 90 var, 50 var. Deməli x-a düşür 40 dərəcə. 50-dən də 40-ını çıxanda cavab 10 dərəcə. Saatın saniyə əqrəbi 20 saniyədə neçə dərəcə dönür? Bir dəfə fırlananda 60 saniyə olur. 60 saniyədə bu 360 dərəcə dönür. Bəs 20 saniyədə neçə dəfə dönəcək? Tənasib olaraq 3-ə bölürük. 360-ı 3-ə böləndə 120 uyğun gəlir. İndi saatın dəqiqə əqrəbi 10 dəqiqədə neçə dərəcə dönür? 60 dəqiqə olanda bu bir dəfə dövr eləyir. 360 dərəcə olur. 10 dəqiqədə bunun 6-da 1 hissəsidir. 360-ın 6-da 1-i 60 dərəcə olur. Burada A paraleldir B-yə, C də D-yə paralel olarsa, görə bilmirəm buranı. X-in dərəcə ölçüsünü tapın. İndi
Bax, bura 5x-dirsə, burada 5x-dir. Burada 4x olduğundan burada 4x yazım. Yəni 5x-dan 4x-in cəmi 180 dərəcə olmalıdır. Toplayırıq 9x bərabərdir 180-ə. X-i tapmaq üçün 189-a bölünəm 20 dərəcə edir. Yəni məndən də x-in dərəcə ölçüsünü soruşur. Burada da eyni qayda. Ümumiyyətlə yadınızda saxlayın ki, bu formada olanda ya bucaqlar bir-birinə bərabər olmalıdır, ya da cəmi 180 dərəcə olmalıdır. İndi 2 alfa ilə 4 alfanın cəmi 180 dərəcə olmalıdır. 6 alfa 180 dərəcədirsə, alfanı tapanda 186-ya bölük 30 dərəcə düşür. AB paraleldir CD-yə. A bucağı 80 dərəcədir. B bucağına Y deyir. C bucağı 30 dərəcədirsə, elə baxın, bu buna paraleldirsə, onda Y də bərabərdir 30 dərəcə. D bucağı da 6x minus 4-dür. D bucağından da A bucağı bir-birinə bərabərdir, çarpaz olduqlarına görə 6x minus 4 bərabərdir 80-ə. Buradan 6 dənə x bərabərdir 80-dən 4 toplayırıq 84. X də bərabərdir 14 düşür. Nə soruşur? Y çıxaq x 30-dan 14 çıxırıq, cavab 16. Eyni qaydada 88. B bucağı 20 dərəcədirsə, B ilə C bir-birinə bərabər olmalıdır. 3y minus 4 bərabərdir 20-yə. Buradan y-i tapmaq üçün 20-dən 4-ü toplayırıq. 24 bölü 3-ə 8 eləyir. D bucağı 70-dir. D ilə də A bir-birinə bərabər olmalıdır. Yəni ki, x də bərabərdir 73-ə. 70-ə. 70-dən də 8-i çıxıram, 62 qalır. Uyğun tərəfləri perpendikulyar olan iki bucaqdan biri 94 dərəcə, ikincisi isə kör bucaq olarsa, ikinci bucağın dərəcə ölçüsünü tapın. Dedik ki, ya bir-birinə bərabər olmalılar, ya da cəmi 180 olmalıdır. Əgər cəmi 180 olarsa, digərinə 86 qalır. 86 da kör bucaq olmadığına görə, elə digər bucaq da buna bərabərdir, 94 dərəcədir. Uzunluğu 50 olan parça 3 müxtəlif hissəyə bölünür. Ortadakı parçanın uzunluğu 18 olarsa, kənar parçaların ortaları arasındakı məsafəni tapın. Bunun şəklini çəkin burada. Deməli, belə bir parçadır. 3 hissəyə bölünür. Belə olsun. Bu aradakı məsafə deyir 18-dir. Bizdən də soruşur. Kənar parçaların ortaları arasındakı məsafəni. Ümumi uzunluq 50-dir. 50-dən bu 18-ni çıxın. Buradan buranın uzunluğunu tapım. 50-dən 18 çıxanda qalacaq 32. 32-də indi 32-ni də yarısını tapmalıyam. Çünki mən bu aradakı orta məsafəni tapıram. Orada deyir 16. 16-dan da bu ortadakı 18-i toplayıram. 34 metr. İndi ölçüsü 34 olur. 91 də eyni qayda ilə bu şəklin üstündə yazaq. Uzunluğu 60 metr olan parça 3 müxtəlif hissəyə bölünür. Ortadakı parçanın uzunluğu 22-dirsə, qıraqdakıların uzunluğunu tapmaq üçün 60-dan 22-ni çıxıram. 38. Kənar parçaların ortaları arasındakı məsafə 38-in yarısı 19 üstə yensin 22 var. Bu deyir 41. Müstəvi üzərində açıq bucağın təpəsindən bir yarım müstəvidə yerləşən 3 müxtəlif şay keçirilmişdir. Bir müstəvidə, yəni hamısı yuxarı tərəfdədir, açıq bucaqdan bir tərəfdədir. Belə olsun, buranı silək, bura 41. Deməli, dərəcə ölçüsü 180-dən kiçik olan neçə bucaq alınır? Bunun düsturu ilə parçanın tapılması düsturundan eynidir. 3 müxtəlif şay keçirilmişsə, düsturumuz n vurulsun n-1 bölünsün 2-dir. Burada ümumi 5 dənə şay varmı? Yerinə qoyuram 5 vurulsun 4 bölünsün 2. Bu eləyir 10. İndi 180-dən kiçik soruşduğuna görə biri bu 180-in özüdür. Ondan da birini çıxacağım, cavab eləyir 9. İndi 4 dənə müxtəlif şay keçirilibsə, 2 dənə də bu xətt, 6 dənə şay alınır ümumi. Düstur 6 vurulsun 5 bölünsün 2. Bu eləyəcək 15. 180-dən kiçik deyəndə də birini də çıxıram, cavab olur 14. Burada bizdən x bucağının dərəcə ölçüsünü soruşur. Burada C, B-yə perpendikulyar olduğuna görə 2 alfa plus alfa 2 alfa plus alfa bizə 90 dərəcəni verməlidir. 3 alfa 90 dərəcədirsə, alfanı tapıram 30 dərəcə. Alfa 30-dursa, bax bununla qarşılıqlı bucaq olaraq burada 30-dur. X da 180 çıxılsın 30 eləyir 150 dərəcə.
Eyni qaydada burada da 3 alfa 90-dır, alfaya qalır 30 dərəcə. İndi mən 2 alfanı tapıram, o da 60 eləyir. 60-dırsa x-a da qalır 120 dərəcə. Alfa və beta qarşılıqlı bucaqlarının cəmi 100-dürsə, deməli alfa da 50-dir, beta da 50-dir. Yerinə qoyuram 5də 1 alfa. 50-ni 5də 1-ə vuranda 10 eləyir. Üstə gəlsin 4də 3-ü 50-yə vuranda. İxtisar geçsin 2 burada, 25 burada. 3 vurulsun 25, 75. Bölünsün ki 37,5. Üstünə də 10 gələndə 47,5. Cədvəldə bir nöqtədən keçən düz xətlərin və onlara uyğun şüaların sayı göstərilmişdir. Düz xəttin sayı 2 dənədirsə, şüanın sayı tapmaq üçün 12-yə vururuq, eləyir 4. 5 dənə düz xətt varsa, 5 düz xəttdən 10 dənə şüa keçir. Bunların da cəmi 14 olur. A düz bucaqdır, B kör bucaqdır. C-nin dərəcə ölçüsünü ala biləcəyi ən kiçik tam qiyməti tapın. Gəlin birinci sadələşdirək. Bucaq B. Çıxaq. A-nın yerinə düz bucaq. 90 dərəcəni qoydum. Üstə gəlsin bucaq C bərabərdir 260 dərəcə. Buradan bucaq B. Üstə gəlsin bucaq C-ni tapmaq üçün 90 bu tərəfə keçir. 260-dan 90-ı toplayırıq. Eləyir 350 dərəcə. İndi C-nin dərəcə ölçüsünü ala biləcəyi ən kiçik tam qiymət. C ən kiçik olması üçün B də ən böyük olmalıdır. B-yə kör bucaq deyir. Kör bucaqda 90-dan böyük, 180-dən kiçikdir. Ən böyük tam qiyməti 179 dərəcə olur onda. Bucaq C-ni də tapmaq üçün 350 dərəcədən çıxacaq 179 dərəcəni. Bu da eləyəcək 171 dərəcə. Deməli, A paraleldir D-yə. Aha, aynen D paraleldir. Onda baxın, bu ikisi paraleldirsə, burada yaranan bu bucaqlar bir-birinə bərabər olmalıdır. Bura 70-dirsə, y üstə gəlsin 30 da 70 olmalıdır. Onda yox, qanmadı. Bu qanmaya da qalır 40 dərəcə. Bunu tapdım. Sonra B ilə E bir-birinə paraleldir. Bundan bu. Onda bura 30 dərəcədirsə, baxın belə çəkin. Bura 30-dur, bura 70-dir. Dedik ki, sağ tərəfə baxanların cəmi sol tərəfə baxanların cəminə bərabərdir. Yəni 30-dan betanın cəmi 70-i verməlidir. Onda beta da eləyir 40 dərəcə. Daha sonra C düz xəttindən də M düz xətti C. Deməli, beləsinə, bir də beləsinə. Bura 70-dirsə, onda beta ilə də alfanın cəmi burada 70 olmalıdır. Alfaya qalır 30 dərəcə. Hamısını tapdıq. Yerinə qoyaq. Alfa 30, üstə gəlsin 40, üstə gəlsin 40. Bu da eləyəcək 100. Daha doğrusu 110. %120 santimetr uzunluğunda olan parça 3 bərabər hissəyə bölünür. Onda hər bir hissəyə 40 düşür. İndi deyir ki, verilmiş parçanın başlanğıc nöqtəsi ilə sonuncu hissəsinin ortası arasındakı məsafə nə qədərdir? Bu 40-ın yarısı 20 eləyir. Buradan bura qədər də 40 üstə gələk, 40 üstə gələk 20. Bu da eləyəcək 100. Burada da 180 santimetr uzunluğunda parça 3 bərabər hissəyə bölünür. 3-ə böləndə hərəsinə 60-60 düşür. Verilmiş parçanın başlanğıc nöqtəsi ilə sonuncu hissəsinin ortası arasındakı məsafə 60-60, buranın ortası da 30 olur. Bu da eləyir 150. Parçası üzərindəki nöqtə, onun birinin uzunluğu digərinin uzunluğunun 26%-ni təşkil edən iki hissəyə bölünür. Alınan parçaların uzunluqları fərqi 74 olarsa, bu AB parçası ortadan bölünür. Deyir ki, bax, bura x desəm, deyir bu oranın 26%-dir. Yəni 0,26 x-dir. Bu iki uzunluqları fərqi. İndi x çıxılsın 0,26 x bərabər 74-də. Bu 1x deməkdir da. Yəni, birdən 0,76-sına çıxanda 0,74 x qalır elə. Bərabərdir 74-də. Buradan x-i tapanda 74-ü 0,74-də bölürük. Bu da 100 eləyir. AB parçasının uzunluğu x 100-dür. 0,26 da 26 deyilir. 100-dən də 26-nı toplayanda cavab 126. Burada x-dən 46-ın cəmi bizə 80-i verməlidir. X-i tapmaq üçün 80-dən 46-sını çıxırıq. 34 dərəcə. Eyni qaydada x 22-dən 33-ün cəminə bərabərdir. 55 dərəcə.
OC şüası AOB bucağının tərəflərinin arasından keçir. Gəlin AOB bucağının təxmini çəkək. AOB olsun. Belə bir OC bucağıdır. Deyir ki, AOC-nin BOC-yə nisbəti 3K, 4K-dır. BOC bucağı 22-dir. Deməli, 4 dənə K-mız 22-dirsə, K-nı tapanda gəlin kəsirdən saxlayaq 2-də 11. Yəni 22 bölünsün 4, 2 ixtisar elədim. AOB-ni soruşur. AOB də ümumilikdə 7K-dır. K-nın qiymətini gətirib yerinə qoyuram, vurulsun 2-də 11. 7-ni 11-ə vuranda 77 edir. 77-ni də 2-yə böləndə 38,5 olacaq cavab. ABCD EF düz xətləri O nöqtəsində kəsişir. EOB bucağı. Bura 110 dərəcədir. FOD bucağı da burada 46 dərəcədir. Bax, bu düz xətt üzərində olanların cəmi 180 dərəcə olmalıdır. 140 ilə 46 bizə verir 156-nı. 180-dən də 106-nı çıxanda bura qalacaq 24 dərəcə. AOC-nin dərəcə ölçüsünü soruşur. AOC də elə bundan qarşılıqlı bucaqdırmı? Bir-birinə bərabərdirlər. Onda dərəcə ölçüsü 24 dərəcə olur. Burada bu üçünün cəmi bizə 360 dərəcəni verməlidir. 70 üstə gəlsin 170 dərəcə bərabərdir 360-a. X plus 240 dərəcə bərabərdir 360-a. Buradan da X 120 dərəcə edir. Uyğun tərəfləri paylı olan iki bucağın fərqi alfa minus beta bərabərdir 40 dərəcə. Alfa plus beta bərabərdir 180. Tərəf-tərəfə toplayanda 2 dənə alfa 220 edir. Onda alfa 110-dur. Digərinə də 70 dərəcə qalır. Uyğun tərəfləri perpendikulyar olan iki bucağın dərəcə ölçüləri 2K plus 3K. Deməli, bunların cəmi 180 dərəcə olmalıdır. 5 dənə K bərabərdir 180 dərəcə. K-nı tapanda edir 36 dərəcə. Böyük bucağı soruşduğundan 36-nı 3-ə vururuq, edir 108. İki düz xəttin kəsişməsindən alınan bucaqlardan biri o birindən 20 dərəcə kiçikdir. Biri alfası, biri alfa plus 20 dərəcədir. Cəmləri 180 dərəcəyə bərabərdir. 2 dənə alfa bərabərdir 180-dən 20-sini çıxırıq. 160 dərəcə. Alfanı da tapanda 162-yə bölü 80 dərəcə. Böyüyünü tapın deyir, kiçik 80-dir, böyüyü də olur 100 dərəcə. İki düz xəttin kəsişməsindən alınan bucaqlardan. Yenə biri o birindən 20 dərəcə kiçikdir. Bu bucaqlardan kiçiyini ilə burada tapmışam 80 dərəcədir. Kəsişən iki düz xəttin əmələ gətirdiyi bucaqlardan ikisinin fərqi 46 dərəcədirsə, deməli cəmlər də 180-dir. Tərəf-tərəfə toplayanda 2 dənə alfa bərabərdir 226 edir. Alfa da bərabərdir 113. Kiçik bucaq soruşur deyə 180-dən 113-ünü çıxırıq. 67. Sonra AN və PB düz xətləri M nöqtəsində kəsişir. AMB bucağı bura deyir 3'də 1 x plus 30'dur. PMN bura. 2'də 1 x plus 10. Bura qarşılıqlı bucaqlar olduğu üçün bir-birinə bərabər olmalıdır. Yəni 3'də 1 x üstə gəlinsin 30 bərabərdir 2'də 1 x plus 10. Ədədləri bir tərəfə keçirim, dəyişənləri də bir tərəfə. 30-dan 10'u çıxanda bu tərəfdə qalacaq 20. 2'də 1 x-dan da gəlin, burada hesablayaq. 2'də 1 x çıxaq 3'də 1 x. Ortaq məxrəcləri 6-dır. Buranı 3-ə vururam, buranı da 2. 3x minus x edir, bu da x qalır. X bölünsün 6 20-dirsə, x da 120 imiş. İndi x 120-dir. Gətirim yerinə qoyum. 3'də 1 x 40 edir. 40-ın üstünə 30 gələndə 70. Bura 70-dirsə, məndən BMN soruşur. 70-in qonşusu, o da 110 olur. 114 eynisidir. AMQ və PMQ qarşılıqlı bucaqlar olduğundan bir-birinə bərabərdir. 5'də 1 x plus 10 bərabər olacaq. 4'də 1 x plus 5'ə. 5'i bu tərəfə keçirəndə 10'dan 5'ini çıxırıq 5. 4'də 1 x çıxaq 5'də 1 x-ə bərabərdir. Ortaq məxrəcləri 20-dir. Bura 5x edir, burada 4x. Çıxanda 20 bölü x bölünsün 20 bərabərdir 5'ə. X alınır 100. Ben yazım x bərabərdir 100. Yerinə qoyuram. 100'ü 5'ə böləndə 20 üstünə 10 gələndə bura 30'dursa məndən AMP-ni soruşur. 30'un qonşusu 150. Uzunluğu 30 cm olan parça 2-3-5 nisbətində 3 hissəyə ayrılmışdır.
Birinci parçanın sonu ilə üçüncü parçanın ortası arasındakı məsafəni. Gəlin bölək birinciyə. 2K'dır, 3K'dır, burada 5K'dır. Ümumi toplayanda 10 dənə K eləyir. 10 dənə K'mız 30'dursa K'ya 3 düşür. Deməli, bura 6'dır. Bura 9'dur, burada 15'dir. İndi birinci parçanın sonu buradır. Üçüncü parçanın ortası. Yəni ki, arada bir 9 var, bir də 15'in yarısı. 9 üstə gəlsin, 15'in yarısı da 7,5'dir. Bu ikisini də toplayanda cavab edir 16,5. Bu da eyni qayda, bu şəklin üstündə yazım. Uzunluğu 45'dir. 3, 4, 2 nisbətində bölünür. Toplayıram, eləyir 9. 9 dənə K'mız 45'dirsə, K'ya düşür 5. K bərabərdir 5. Birinci olur 15. İkinci 3 dəfə 4, 12. O birisi də 3 nədir? 5'ə vururduq. 20. O birisi də 10. Birinci parçanın ortası. 15'in ortası ilə ikinci parçanın sonu. Buradan bura qədər. İndi 20'si buradadır. 15'in də yarısı 7,5 toplayırıq. 27,5 edir. Buradan gəlin AOC-yə 1 x deyim. AOB-yə y deyim. BOC-yə də z deyim. AOC, yəni x minus AOB-miz y bərabər 36 dərəcə. AOC, x minus BOC z. Bu da bərabərdir 48 dərəcədir. Olarsa AOC-nin dərəcə ölçüsünü soruşur. Mən bunları gəlin burada tərəf-tərəfə toplayım. X-dan x-i toplayanda 2x alınır. Çıxaq y, çıxaq z bərabərdir. 36-dan da 48-i toplayanda 78, 84 eləyir. İndi buradan mənfini çıxardım. 2x minus y plus z yaranır. Bərabər 84-də. Və burada bu üçünün cəmi mənə 360 dərəcəni verir. Yəni qıraqda yazırım. X plus y plus z bərabər 360 dərəcə. Və buradan bu ikisini tapmaq üçün 360-dan x-i çıxaram. 360 minus x bərabər, yəni y plus z. Gətirim burada yerinə qoyub. 2x minus y plus z-in yerində 360 minus x yazıram. Bərabər 84. Mötərizəni açıram. Bunu silim, indi yer qalmadı buna. 2x minus 360 plus x bərabər 84. 2x-dən x eləyir 3x. 360 bu tərəfə keçəndə 84-dən toplanır. Eləyəcək 444. X də bərabərdir. 444-ü 4-ə 3-ə bölürəm. 148 eləyir. İndi x 148'dir. Bizdən haranı soruşur? A, O, C-ni. Elə məndən də x-i soruşur. Cavab oldu 148. İndi bunu silim. 118 də burada yazaq. Alfa və beta qarşılıqlı bucaqlardır. Deməli, alfa bərabərdir betaya. Alfanın dərəcə ölçüsünü 10% azaldıb. 100%-i 10% azaldanda 90% qalır. Onda 0,9 alfa yaza bilərəm. Betanınkini isə 60% artıranda 160% olur. O da 1,6 beta deməkdir. Artırılarsa qonşu bucaqlar alınır. Yəni, bunun cəmi bərabər olar 180 dərəcə. Bunu demək istəyir. Alfa plus beta cəmini tapın. Yəni, bunlar əvvəldən bir-birinə bərabərdirsə, mən alfanın yerinə betanı və yaxud da betanın yerinə alfanı yaza bilərəm. 0,9 alfa üstə gəlsin. 1,6 betanın yerinə alfanı qoyacam. Bərabərdir 180 dərəcə. 0,9-dan 1,6-nı toplayanda 2,5 alfa bərabərdir 180-ə. 180-i bölürük 2,5-ə. Alfanın qiymətini buradan tapırıq ki, 72 dərəcədir. Alfa 72-dirsə, beta da 72-dir. Onda bunların cəmi də bizə verir 144 dərəcə.